Salam. Bugün sizlerle birlikte təbiət, dərslik, 6-cı sinif 1-ci hissə mövzu 1 ilə tanış olacağıq. Qüvvə və hərəkətlər. Qüvvələrin cisimlərə təsirini öyrənməklə göy cisimlərinin, nəqliyyat vasitələrinin və müxtəlif əşyaların niyə və necə hərəkət etdiyini izah etmək mümkündür. Qüvvə ilə hərəkət arasındakı əlaqəni bilmək, bir cismin müəyyən vaxtdan sonra harada olacağını dəqiqliklə hesablamağa imkan verir. Gündəlik həyatımızda biz də müxtəlif qüvvələrin təsirinə məruz qalırıq. Həmçinin müxtəlif cisimlərə qüvvə tətbiq edirik. Aya enmiş astronavtın qoruyucu geyimlə birlikdə kütləsi 100 kiloqramdan çox idi. Astronavtın kütləsi yerdə və ayda eyni olsa da, ayda ona təsir edən cazibə qüvvəsi yerdəkindən az olduğu üçün o asanlıqla hərəkət edə, hətta tullana bilirdi. Astronavtları və kosmik gəmiyə təsir edən qüvvələrin dəqiqliklə hesablamadan aya uçmaq, ay səthinə enmək və yerə qayıtmaq mümkün olmazdı. Sizcə aya göndərilən kosmik gəminin yeri tərk etməsinin daha çətindir, yoxsa ayı? Sizcə təsir edən qüvvələr gündəlik həyatdan hansı nümunələr göstərə bilərsiniz? Məsələn, deyə bilərik ki, sirməni açıb bağlamaq, qüvvə tətbiq edirik. Qapının qolunu açıb bağlamaq, qüvvə tətbiq edirik. Bölmədə öyrənəcəksiniz. Cismin hərəkəti ona təsir edən qüvvələrdən asılıdır. Cismə təsir edən qüvvələr oxlarla göstərilir. Bir cismə bir neçə müxtəlif qüvvə təsir edilə bilər. Cismə tarazlaşan qüvvələr təsir etdikcə onun hərəkəti dəyişmir. Cismə tarazlaşmayan qüvvələr təsir etdikdə onun sürəti artır və yaxud da azalır. Qüvvənin təsiri nədən asılıdır? Qüvvənin təsiri. Əyləncə parkında maşın sürərkən Azərin maşını digər maşına qarşı-qarşıya gələrək toqquşdu. Toqquşma nəticəsində Azərin maşınının hərəkətində hansı dəyişiklik ola bilər? Azərin maşını arxaya gedə bilər, yəni qabaqdan gələn maşına qüvvə tətbiq elədiyi üçün Azərin maşını arxaya doğru gedəcək. Digər maşın Azərin maşını ilə yan tərəfdən və ya arxa tərəfdən toqquşsaydı, cavabınız necə olar? Mən yan tərəfdən toqquşan zaman maşın yana doğru istiqamətlənəcək, arxadan toqquşsaydı isə qarşıya doğru daha sürətlə hərəkət edəcək. Açar sözlər. Qüvvənin tətbiq nöqtəsi, qüvvənin istiqaməti və qüvvənin qiyməti. Mövzumuza keçək. Gündəlik fəaliyyətlərimiz zamanı müxtəlif əşyaların yeri dəyişirik. Bunun üçün əşyaları özümüzə tərəf dartır və ya özümüzə kənar itələrik. Bu şəkildə göstərilmiş kimi sirməni açıb və itələdiyimiz zaman biz ona qüvvə tətbiq edirik. Biz cisimləri dartdıqda və ya itələdikdə onları qüvvə tətbiq edirik. Qüvvə hərəkətsiz cisimlərin hərəkətə gəlməsinə, hərəkət edən cisimlərin isə sürətinin dəyişməsinə, yəni sürətin artmasına və azalmasına səbəb olur. Yelləncəyin sürətini artırmaq üçün ona hərəkət istiqamətinə qüvvə tətbiq edirik. Topun sürətini azaltmaq üçün ona hərəkətin əks istiqamətində qüvvə tətbiq edirik. Cismə təsir edən qüvvə onun hərəkət istiqamətinin yönələrsə, cismin sürəti artar, qüvvə hərəkət əksinə yönələrsə, cismin sürəti azalar. Hərəkət edən bir cisim hərəkət istiqamətini dəyişdirmək üçün ona qüvvə tətbiq etmək lazımdır. Tennis topunun istiqamətini dəyişmək üçün tennis topuna qüvvə tətbiq edirik. Voleybol topunun istiqamətini dəyişmək üçün topa qüvvə tətbiq edirik. Dediyimiz kimi, qüvvə F qiyməti ilə, onun vahidi isə Newtondur, yəni N hərfi ilə işarə olunur. Oxuyaq. Qüvvə F hərfi ilə işarə olunur və vahidi Newtondur, yəni N hərfi. Qüvvənin qiyməti dinometr adlanan cihazla ölçülür. Dinometrin bölgüləri Newtonda verilir. Məsələn, şəkildə təsvir olunmuş dinometrin ölçdüyü qüvvənin qiyməti 2,5-dir. Qüvvənin təsiri onun cismin hansı nöqtəsinə tətbiq olunmasından asılıdır. Masa üzərindəki kitabın kötüyün tən ortasında barmağımızı itələdikdə onun irəliyə doğru hərəkət etdiyini, ancaq kötüyün kənarından itələdikdə onun fırlandığını müşahidə edirik. Bəzi cisimlər kiçik qüvvələrin təsiri altında hərəkət edə bildiyi halda, bəzilərinin hərəkət etdirmək üçün daha böyük qüvvələr tətbiq etməli oluruq.
Qüvvənin cismə təsiri onun qiymətindən asılıdır. Məsələn, oyuncaq maşını hərəkətə gətirmək asan olduğu üçün minik avtomobili itələmək hərəkətə gətirmək isə çətindir. Oyuncaq maşını sola itələdikdə onun təsir edən qüvvə sol tərəfə, sağ tərəfdən itələdikdə isə sağ tərəfə yönəlmiş olur. Bu zaman maşının qüvvə istiqamətindən hərəkət edir. Düşün, müzakirət paylaş. Gündəlik həyatda qüvvələrdən necə istifadə etdiyinizi dair nümunələr göstərə bilərsinizmi? Məsələn, deyə bilərik ki, dediyimiz kimi qapının qolunu endirmək, qapını açmaq, sıyırmanı açıb bağlamaq, əşyaların yerini dəyişmək. Beləliklə, qüvvənin təsiri ilə cismin necə hərəkət edəcəyini bilmək üçün qüvvənin tətbiq nöqtəsini, istiqamətini və ədədi qiymətini bilməliyik. Qüvvə gözlə görünmədiyi üçün tətbiq nöqtəsini, istiqamətini və qiymətini göstərmək məqsədi ilə oxdan istifadə olunur. Dediyimiz kimi, qüvvə gözlə görünmədiyi üçün onun tətbiq nöqtəsini, istiqamətini və qiymətini göstərmək üçün oxdan istifadə olunur. Ox qüvvənin cismə tətbiq olunduğu nöqtədən çəkilir və onun istiqamətini, qüvvənin istiqamətini göstərir. Qüvvə nə qədər böyük olarsa, ox da bir o qədər uzun çəkilir. Məsələn, bizə verib ki, f-imiz bərabərdir 5-ə. F-imiz 5 olduğu üçün bizim oxumuz bir o qədər uzun olacaq. Amma əgər bizə desəydi ki, f-imiz bərabərdir 2-yə, bu zaman oxumuz bir qədər qısa olacaqdı. Məsələn, şəkildə qutuya 1 Newton qüvvə tətbiq olunur. Şəkildə isə həmin qüvvə tətbiq nöqtəsi, istiqaməti və qiyməti ox ilə təsvir olunmuşdur. Gəlin baxaq, öyrəndiklərinizi tətbiq edin. Tətbiq nöqtələri, istiqamətləri və ədədi qiymətləri göstərilmiş qüvvələrə bağlı hansı fikirlər doğrudur? Cavabınızı əsaslandırın. Leyla, F1 və F4 qüvvələri eyni istiqamətdədir. Baxın, ox bu tərəfə doğrudur, F oxu da o tərəfə doğrudur. Bu cavab doğrudur. Nicat, F2 və F3 qüvvələri əks istiqamətdədir. F2 aşağıya doğru gedir, F3 isə yuxarıya doğru gedir. Bu da doğrudur. Azər, F3 və F4 qüvvələri tətbiq nöqtəsi fərqlidir. F3-ün tətbiq nöqtəsi buradan başlayır, F4-ün tətbiq nöqtəsi buradan başlayır. Bu fikir yanlış fikirdir. Çünki eyni yerdən başlayır. Nigar, F1 qüvvəsinin qiyməti F2 qüvvəsinin qiymətindən 2 dəfə böyükdür. Gəlin baxaq. F1 4-dürsə, F2 2-dirsə, bəli, 4-ü 2-yə böləndə 2, yəni 2 dəfə böyükdür. Öyrəndiklərinizi yoxlayın. Bərabər sürətlə hərəkət edən maşına A və B halındakı kimi qüvvə tətbiq edilərsə, onun sürəti necə dəyişər? A-ya biz qüvvə tətbiq etdiyimiz zaman ox istiqamətini bu tərəfə doğru yönəltmişik. O zaman maşının sürəti artar. Hərəkət istiqaməti arxaya doğru olduğu üçün sürət azalır. Şəkildəki cisimləri hərəkətə gətirmək üçün müxtəlif qüvvələr tətbiq olunur. Bu qüvvələrdən hansına daha böyük və cisimdən hansı istiqamətlə hərəkət eləyir? Maşın verilibdir. Maşın F1 verilibdir. Bunu hərəkətə gətirmək üçün az tətbiq olunacaq. Yəni az qüvvə tətbiq olunacaq. Burada F2 verilibdir. F2 üçün biraz çox qüvvə tətbiq eləməli olacağıq. Amma F3 oldusa, burada ən çox qüvvə şəkil 3-ə istiqamət olunacaq. Yəni istiqamətlərinə baxaq. F1-in istiqaməti qarşıya doğrudur. F2-nin istiqaməti yenə qarşıya doğrudur. F3-ün istiqaməti yenə qarşıya doğrudur. Buna oxlardan da baxa bilərik. Sağ olun dostlar, bugünkü mövzumuz bu qədər idi.